Salam, əziz həmvətənlər. Bəzən dayanıb düşünürəm, nə oldu bizə? Bu qədər ləyaqətli, köklü, zəhmətkeş bir millət, amma hələ də öz adına qurulmuş bir dövlətimiz yoxdur. Birinci dəfə sizə səslənəndə demişdim, milli oyanış bizim ən böyük məqsədimizdir. Bu sadəcə şüar deyildi. Bu içdən gələn bir çağırışdı. Çünki insan millətini sevdikcə içində bir yanğı başlayır. Mən bu sevgiyə layiq bir gələcək qurmalıyam. Amma görürəm, hələ də çoxlarımız bu sual qarşısında ya susur, ya da gözünü yayındırır. Bəziləri qorxur, haqlı qorxular da var. Bəziləri deyir, elə bu günümüzə də şükür. Amma ən qorxulusu, bəziləri artıq inanmaqdan belə vaz keçib. Sual verirəm, sən niyə öz mirasını başqasının adına yazdırırsan? Bu dünyada hansı insan razı olar ki, atasının evini qonşusunun adına geçirsin? Heç kim. Amma biz millət olaraq bunu illərlə etmişik. Adımız Azərbaycandır, amma pasaportumuzda başqa bir ad yazılıb. Dilimiz, tariximiz, ruhumuz bizə məxsusdur, amma başqasının iradəsi altındayıq. Mən deyirəm, dövlətçilik hava kimidir, su kimidir. Olmayanda anlayırsan ki, nəfəsin çatmır. Ruhun boğulur. Biz bu torpaqlarda kirayəçi kimi yox, sahib kimi yaşamalıyıq. Namus da budur, şərəf də budur. Tarix boyunca türklər heç zaman namuslarını sahibsiz buraxmayıblar. Bəs biz indi nə edirik? Dözmək, susmaq, inanmamaq. Bunlar bizi bizdən alır. Bəziləri isə o qədər alışıb bu əsarətə ki, öz millətinin adını belə onlara yad gəlir. Onlar üçün İran ana yurdu olub, Azərbaycan yaddır. Onlar artıq manqurtlaşıblar. Ən acısı da budur. Amma mən inanıram, bu hal uzun sürməyəcək. Çünki göz açan bir gənc, danışan bir ana, yazan bir şair, oxuyan bir uşaq, hər biri bu oyanışın bir parçasıdır. Bu yol bitməyib, bəlkə çətindir, amma imkansız deyil. Çünki oyanan bir milləti heç kim dayandıra bilməz. Yalnız dəyərli dostlar, xatırlatmalıyam ki, bu bir videodan ibarət deyil, bu bir başlanğıcdır. Bu silsiləni davam etdirəcəyik. Sizdən zəhmət olmasa bir xahişim olacaq. Ciddiyyətlə dinləyin, videonu bəyənin, paylaşın və daha da çox insanlara çatdırın. Çünki bu səs artıq tək bir insan yox, oyanan bir millətin səsidir. Bu bir silsilənin ilk həlqəsidir. Bir yolun başlanğıcıdır. Qarşıza sizə təqdim edəcəyim daha çox epizodlar var. Hər biri bu millətin taleyinə dair açıq və səmimi sözlər. Odur ki, bu videonu diqqətlə izləyin, bəyənin, paylaşın, başqalarına da göndərin. Çünki hər kəsin bu səsi eşitməyə haqqı var. Bu yol tək mənim deyil, bu yol bizim yolumuzdur və uyanış ancaq birlikdə mümkün olacaqdır.